Cinsi yolla yoluxan xəstəliklər içərisində həm bakterial mənşəli, həm göbələk mənşəli, həm parazitar mənşəli, həm də virus mənşəli xəstəliklər yer almaqdadır. Bütün bu xəstəliklərin müəyyən bir gizlin periodu vardır. Həm də digər bir tərəfdən bu infeksiyaların yoluxduğu zamanı təkcə sidik yolu, aşağı sidik yollarında deyil, o cümlədən cinsi orqan, genital bölgə dediyimiz nahiyənin aralıq nahiyəsinə daxil olmaqla həmin nahiyənin dərisində də dəyişikliklər törətməklə qarşımıza çıxa bilər. Əgər bu nahiyələrdə uzun müddət sağalmayan bir yara və yaxud da bir eroziya görülürsə, ilk növbədə həmin nahiyədə ağrının olub-olmadığı, xəstənin nə dərəcədə narahat etməsindən asılı olaraq bir incələmə aparılmalıdır. Təbii ki, genital bölgədə uzun müddət sağalmayan bir yara varsa və bu yara əgər xəstəni subyektiv cəhətdən narahat etmirsə, o halda mütləq qaydada spesifik müayinələrlə bunun səbəbi araşdırılmalıdır. Ona görə də, əziz dostlar, əgər kimdəsə bu əlamətlər müşahidə olunarsa, ləngimədən öz dəri zöhrəvi həkimimizə müraciət edin.